Sabah saxlamaya davam edir. Bugün məzar yerlərinin qiyməti niyə yüksəkdir? Bu qiymətləri kim müəyyənləşdirir və vətəndaşın ödədiyi pullar hara gedir suallarının cavablarının axtarışına çıxmışıq və hazırda Bələdiyyələrin Fəaliyyətinin Təbliği İctimai Birliyinin sədri Vüqar Tofliqli ilə müzakirəmiz davam edəcək. Vüqar bəy, sizə kimi qonaqların səsləndirdiyi fikirləri var idi və indiki məqamda bütün suallar yönəlir bələdiyyələrə, oxlar bələdiyyələrə yönəlir və İctimai Birlik sədri olaraq istədik ki, bu məsələ sizin də münasibətinizi öyrənək. Qiymətləri kim müəyyənləşdirir? Demək, qiymətlərini müəyyənləşdirməmişdən əvvəl onu deyim ki, bu çox ciddi məsələdir və ciddi olduğu qədər də mürəkkəbdir. Və bu studiyada bu mövzu bir neçə dəfə müzakirəyə çıxıb, o cümlədən sənədsiz mənzillərlə bağlı nətər ki, indiyə kimi öz həllini tapıb o məsələdə. Yəni, söhbət ondan gedir ki, qanunvericilik baxımından müəyyən proseslər öz həllini tapıb. Və faktik olaraq bu da söylənildiyi kimi, demək, dekabrın 4-ü 522 sayılı Nazirlər Komitəsinin qərarı ilə demək, Bakıdakı o, demək, əhaliyə vətəndaşlıq xidməti trestində olan, balansında olan 31 demək, qəbristanlıq demək, bələdiyyələrə təhvil verildi. Söhbət ondan gedir ki, burada qanunvericilikdəki olan o müəyyən boşluqlar, o cümlədə onun təhvil təhsil məsələsinin müəyyən mənada o normativ məsələlərinin düzgün və yaxud da vaxtında öz həllini tapmaması nəticə etibarilə bax, bu cür negativ halların yaranmasına səbəb olub. Tutaq ki, belə deyək, bu günləri həmin o söylədiyimiz həmin o trestin balansında olan 31 ki, demək, qəbristanlıq ki, şəhərdə mövcuddur. Onların bu günləri demək, hardasa 24-ü 25-i təqdim edilibdir, təhvil verilibdir bələdiyyə. Onun da böyük əksəriyyəti doludur və istifadəsizdir. Və bu günləri gəlin görək, o negativ hallar hansında baş verib? Təhvil verilməyən, bələdiyyələrə təhvil verilməyən məsələlərdə. Yəni, tutalım ki, belə deyək də, Patamdad bələdiyyəsinin ərazisində olan o bələdiyyə, demək, qəbristanlıq Patamdad bələdiyyəsinin təhvil verilməyibdir. Və yaxud da sual olunur, necə ola bilər ki, Zabrat qəsəbəsində 3 qəsəbədə, demək, qəbristanlıq mövcuddur, amma onun ikisi təhvil verilib, biri təhvil verilməyibdir. Və yaxud da Krustalina deyirlər Buzovnada, və yaxud da Xətai rayonunda Keşlə qəbristanlığı deyək ki, yəni qədim qəbristanlıqdır. Niyə təhvil verilmir? Yəni, faktik odur ki, bu günləri burada anlaşılmazlıq və həmin o negativ halların yaranmasının səbəb o prosesin düzgün şəkildə aparılmamasıdır. Yəni, bugün biz deyirik ki, balansa verilməsi. Yəni, bugünə kimi həmin o qəbristanlığın reyestrin aparılmıyıbdır. Bugünə kimi həmin o qəbristanlığın xəritəsi mümkün yoxdur. Bugünə kimi həmin o qəbristanlıqda olan müəyyən, belə deyək də, proseslər öz həllini tapmayıbdır. Və bələdiyyə biz bunu kağız üzərində təhvil təslim veririksə... Bu yerdə dediklərinizi bir əlavə edəcək. Hazırda redaktorumuz da əlavə edir ki, Bakı şəhər icra hakimiyyətinə sabah saxlamaya verilən cavab belədir ki, bütün qəbristanlıqlar bələdiyyələrə təhvil verilib. Yəni, və fəxri xiyabandan istisna. O heç söhbət yoxdur. Amma bu günləri... Amma siz deyirsiniz təhvil verilmir. Yəni, ya siz səhv deyirsiniz, ya bələdiyyələr səhv deyir, ya Bakı şəhər icra hakimiyyəti. Konkret mən sizə faktla deyə bilərəm ki, bu günləri Keşlə ərazisində olan, Xətainin rayonu ərazisində olan demək ki, qəbristanlıq həmin o bələdiyyə verilməyirdi. Patamdadın ərazisində olan... Kimdədir o zaman həmin qəbristanlıq? Kimin nəzdindədir? İcra hakimiyyətlərində qalıb? Trestin nəzdindədir. Yəni, 7-8... Bələdiyyələrə verilənlər var, ha. Onlarda pul alınmır. Demək, söhbət nədən gedir? Mən izahım verim. İndi bizim o tərəfində deyək də... Söhbət nədən gedir? Xidmət haqqı alına bilər. Yox, xidmət haqqı yox. Yəni, bu qəbir qazılır falan olur. Onun da vətəndaş ödəniş xidmət haqqı ilə işimiz yoxdur. Torpaq satılır, satılmır. Bələdiyyələrə torpaq təhvil satılmasının bələdiyyə heç bir aidiyyəti yoxdur, bir mənalı olaraq. Söhbət ondan gedir ki, həmin mülkiyyət, yəni problem nədən qaynaqlanır? Yox, mən üzr istəyirəm. Problem nədəndir? Problem ondadır ki, problem konkret olaraq var və problemin də bağlı 7-dən 7-77-yə bilir ki, nədir? Söhbət ondan gedir ki, o prosesin icrası, yəni bələdiyyəyə, mülkiyyətə o verilmədiyindən və o cümlədən həmin o qəbristanlığın ərazisində olan əmlaklardır, məzar daşı sexidir, nə bilim, nələrdir. Onlar verilmədiyindən, mülkiyyətə verilmədiyindən, bu günlər bilinmir ki, hansı qəbristanlıqda kim dəfn olunur. Yəni, reyestri aparılmadığından və o mülkiyyətə verilmədiyindən, bax, problem bundadır. Və bu gün əgər bələdiyyə mülkiyyətində olmuş olsaydı, bələdiyyə ona sərəncam verici bir orqan kimi çıxış eləyərdi və onun hər hansı bir adımda atmış olardı. Sualı da cavab Vüqar bəy. Bələdiyyələrin nəzdinə verilən qəbristanlıqlarda torpaq satılır. Məzar yeri üçün pul alınırmı vətəndaş? Satılmır. Konkret olaraq. Satılmır, yox. Satılmır. Qeyri-rəsmi olaraq vətəndaşdan pul söhbət yoxdur ki, oradakı olan o dediyim o təqdim edilən, balansa verilməyən qəbristanlıq ən çox da hadisə negativ hallar həmin məsələlərdədir. Yəni ki, hansı ki, balansa deyirlər ki, verilibdir, amma faktik olaraq deyilən verilmir. Məsələn, Dədə Qorqud verilib bələdiyyənin balansında, amma orada qəbir yeri 1500 manatdır. Yəni o 1500-ün bələdiyyəyə və yaxud bələdiyyə sədrinə və yaxud da bələdiyyə aidiyyəti yoxdur. Bələdiyyə gəlsin bu verilişdə desin ki, bilirsiniz necədir?
O pullar alınır, amma bizim O tərəfimizdən deyə yox. bilmir. O pullar falan yerə ötürülür. Mən İlqar müəllim üzr istəyirəm. Onu deyə bilmir ona görə ki, Alır axı. o mülkiyyətə, bələdiyyənin mülkiyyətində deyil. Sadəcə olaraq kağızda verilibdir. Amma gəlin görək, biz bələdiyyə balansına hələ verildiyi vaxtda bugün həmin qəbristanlıqlarda vəziyyət Çox üzr necədir? istəyirəm. Tahir müəllim, necə ola bilər? Biz deyirik ki, 2018-ci ildən bəri bütün bu məsələlər, bütün bu proses verilib bələdiyyələrə, amma Vüqar bəy bildirir ki, bələdiyyələrə verilib deyilir, amma əməldə, reallıqda verilməyib. Düzdürmü? Elə Yəni gedirik. de facto, de jure verilibdir, təhvil təslim Bu olur. necə baş verə bilər Tahir müəllim? Yox, bilirsiniz, burada obyektiv olmaq lazımdır. Burada deyildi, ta ki ikisi üçü verilməyib. Yaxşı, kiminsə günah üzünə verilməyib. Bu bələdiyyə verilən qəbristanlığa bələdiyyə nəzarət eləməlidir. Qərar da var. Bəli. Orada o işlərdə bələdiyyə görməlidir. Oranın müdiriyyətində bələdiyyə. Bugün bələdiyyələrin bir çoxları ora müdirlər qoyublar. Özləri qoyublar. Yaxın qohumlarıdır. Kimdir qoyublar ora, o da orada işləyir. Orada da bu proseslər gedir. Buna günah kimdir? Əlbəttə ki, bələdiyyədir. Mən Tahir müəllim, çox Yox, üzr istəyirəm. dayan da. Siz dediyinizdə də həqiqət var. Bəzi reyestr düzgün aparılmayıb hələm. Bəzilər orada mülkiyyətlər hələm tam aydın deyil. Amma aydın olanlardan danışaq. Hüquqi biz. məsuliyyət bələdiyyə. Bəli, bu bələdiyyə burada hüquqi məsləhət daşıyır, buna verilib və bu da görür ki, burada bu proses gedir. Burada nə etməlidir bələdiyyə? Bələdiyyə ictimaiyyətin nümayəndələri ilə, vətəndaşla, digər inzibati orqanlarla bu məsələlərin aradan qaldırılması üçün tədbir görməlidir. Amma indi bir dənə fakt göstərin ki, siz bununla əlaqədar bələdiyyə hansısa bir orqana o ictimaiyyətin nümayəndələri ilə, ya özü, ya o qəbristanlığın müdürü ilə gedib, obyektləri göstərib bir rəsmi sənəd eləyib. Bu çox azdır. Bax, bilirsiniz, biz bir yoldaş kimi də, vətəndaş kimi danışaq, qiymət verək. Çünki mən yenə deyirəm, bizim hər birimizin son mənzilimiz oradır, ora gedəcəyik biz. Ona görə də orada qayda qanun yaratmaq, yenə də deyirəm, bizim hər birimizin borcudur. Tək bələdiyyə sədrinin yox, orada o müdürün yox, kiminsə. Biz əyliyə qarşı bu cəmaatın haqlı narazılığının aradan qaldırılması üçün bir mübarizəmizi gücləndirməliyik, bilirsinizmi? Yəni hər kəs öz töhfəsini verməlidir. Bəli, hər kəs öz töhfə, sən də, mən də, yoldaşlar da. Ona görə də obyektiv olmaqdan ötürü deyək ki, bələdiyyə bugün buna göz yumur, çünki özü də iştirakçıdır. O qəbristanlığın müdürü buna göz yumur özü də. Mən özü niyə şahidi olmuşam da, biz qıraqda deyilik axı, görmüşəm o qəbristanlığın müdürü deyib ki, bu yer filan kəsində gedin onunla razılaşın. Nətər razılaşım? Sən buradasan, burada oturmuşsan, buna nəzarət eləyirsən, nətər bu adam gəlir bunu sənin gözünün qabağında satır, özü də pulu da götürür qoyur cibinə, sana da yarısını verir, sən buna razılaşsan. Tamaşaçımız yazıb ki, bu barədə qanunvericilik işləmir və ya ona riayət edən yoxdur. Çünki qanuna riayət etməli qəbristanlıq müdirlərindən tələb edən yoxdur. İl yarım bundan qabaq qohum rəhmətə getmişdi. Yasamal qəbristanlığı 8000 istədi, Xırdalan 2500, Masazır 1800, Xocasəndə 400 azın istədilər. Yerin pulsuz verilməsi haqqında dedikdə bələdiyyələr bildirdi ki, pulsuz yer yalnız Sumqayıt kimsəsiz qəbristanlığında var. Xocəsən qəbristanlığında yağışda, palçıqdan girmək olmur. Özümüz çınqıl tökmüşük, amma indi qiymət biraz da qalxıb bildiyimiz qədər. Baxın Məhrəm bəy, söhbət 8000-lərdən gedir və bunlar qeyri-rəsmi ödənişlərdir. Və bu qədər pul kimin cibinə gedir? Hara gedir? Və hələ də bu suala biz bu studiyada cavab verə bilmirik. Mən konkret fikir bildirim icazənizlə. Bu suala fikriniz varmı Vüqar bəy? Məqamlara Bu mesajə fikriniz varmı? Əvvəl ondan Mən başlayalım. fikrim odur ki, orada konkret olaraq orada hamı bilir. 7-dən 77-də bilir ki, hansı qəbristanlıqda qiymət necədir? Pul hara gedir? Amma pul bələdiyyənin cibinə gəlmir. Müəyyən qara qüvvələrin və müəyyən dairələrin cibinə gedir. Qara qüvvə kimdir? Yəni qara qüvvə etiraf kimdir edə görə kimdir? Onu müvafiq orqan müəyyənləşdirməlidir Yad ki, o kimdir? planetlər deyir ki, herhalde qara qüvvələr. Yox, faktik olaraq müəyyən xidmət haqqı bələdiyyə tərəfindən alınır. Yəni orada qazılmaqdır, filandır, bəhməndir. Bu alınır və bu olmalıdır. Amma iş ondadır ki, o müəyyən rəqəmlər Yerin qazılması və dəfin 300 azın tamaşaçımızın yazdığı. Amma 8000-dən 300-dən çıxanda yerdə 7700 manat qalır. Bələdiyyə sədrinə hər hansı bir aidiyyəti yoxdur. Mən sizə 100% deyirəm. Və nəzərinizə çatdırım ki, bu günlər Azərbaycanda Ədliyyə Nazirliyinin hesabatı var idi. Siz də orada iştirak eləmişsiniz, Tahir müəllim. Demək 4204 qəbristanlıq var.
4204 qəbristanlıq var. Bunun 900 hələ bələdiyyə balansında deyil və nəzərə alaq ki, bu günləri Bakıda olan 31 ki bələdiyyə, 31 ki qəbristanlıq var. Bundan əlavə Bakıda saysız hesabsız havada qalan şeylər var, qəbristanlıqlar var. Yəni heç kəsin balansında yoxdur. Və ondan da bax bu nəzarətsizlikdən də istifadə edən bəzi o dediyimiz qara qüvvələr orada konkret olaraq müəyyən yeri alır və müəyyən yerdə satır. Yasamal qəbristanlığı kimin balansındadır? Yasamal bələdiyyəsini. İndi Yasamal bələdiyyəsi, mən ola bilər ki, elə şey olsun. Amma fakt odur ki, bu günlər balansa veriləndən sonra, müəllim üzr istəyirəm, balansa veriləndən sonra, bələdiyyənin balansına veriləndən sonra mən bələdiyyəni müdafiə eləmirəm, yəni reallığı deyirəm. Bu günləri o siz dediyiniz o məsələlərdə ki var ki, mühafizəsidir, qorunmasıdır, asfaltın salınmasıdır. Biz bələdiyyələri də müdafiə eləməliyik, vətəndaşı da müdafiə eləməliyik. Əgər onların haqqı pozulursa, mən də bu olduğum müddətdə daim bələdiyyə tərəfində olmuşam, sən bilmirsən. Çünki təzə yaranan qurumdur, problemləri çoxdur. Amma bir məsələ var, obyektiv yanaşanda, bu ev mənimdirsə, bu evdə mən yaşayıramsa, ora oğru girirsə, oğrunun başını mən əzməliyəm. Onu oradan mən çağırtmalıyam. O gün qəbristanlıqlar səlahiyyət olmalıdır. Yox, bələdiyyəyə verilibsə, bələdiyyə bir obyektivlik göstərməlidir. Bilirsiniz, təşəbbüs yox. Yenə deyirəm, burada heç kim bələdiyyələri mühakimə eləmir, ya onlara tutturmur, ya biz açıq bir söhbət eləyirik ki, bu cəmaat bir bəhrələnsin bizim söhbətimizdən. Bunlar biraz fəallasınlar, bələdiyyələr fəallasınlar. Bu vətəndaş özü fəallasın, gəlsin desin ki, bax, bura mənim babamın yeridir, mənim torpağımdır, sən niyə bunu bana pulla satırsan? Mənim ölümün yerin sən niyə pulla satırsan? Biz istəyirik ki, bu vətəndaş fəallasın. Bələdiyyə bir prinsipial mövqedə olsun. Biz bunu istəyirik. Biz bu dəqiqə bələdiyyənin asmını kəsmirik. Mən sizlə tam şərikəm, amma mən bir əlavə eləyim ki, demək, bayaqları mən söylədim, havadan asılı olan qəbristanlıqlar mövcuddur. Adlarını çəkin ondan, hansılar? Məsələn, Bakı ətrafında olanlar. Hansı məsələ? Salım ki, Löypətanda olanlar. Löypətanda var, havadan asılıdır. Yəni elə şifahi... Nə bələdiyyəli, nə də icra hakimiyyətinin nəzdində deyil. Heç balansında deyil. Və yaxud da tutaq ki, belə deyək, biz deyirik ki... Yaxşı, ora gedib kimsə öz yaxını dəfn eləsə, kim gələcək pul almağı? Oranın özünün bir dolayısıyla bir belə dedi, yazılmamış adamı var, gələcək, pulunu alıb çıxıb gedəcək. Biz hansı əsrdə yaşayırıq, Tahir müəllim? Elə şeylər... Buyurun, Məhrəm. Var, reallıq budur. Reallığı da danmaq olmaz ki. Tahir müəllim bir gözəl məsələyə toxundu.